Görək xəyəm ki, nə qarır, nə bölür, nə qarır. Bu şatırıq. Bilyonka yenə güllə kesilmək də bilyonkanı deyil. Bəli. Bu adam ömür boyu özün qoruyub, öz təhlükəsizliyinə. Nədə gözünüz götürmür? Qarnınız götürmür. Önəm verir. Bəli. Həm də toyda geyinəmişəm. Bunlar mən apardı 90-cı illəri. Vicdan haqqı. Ay Allah. Kayla dəyişirik burana. Görün həmən ki dad var burada, yoxsa yox. Nə bilim, ağzım uzaqdadır, ye baxdırım. Hə, gözəl izləyicilərim, əziz qardaşlarım, əziz bacılarım, video çəkilişimizə başladıq. Cəsarətin evində gedən işlərdən sizlərə möhtəşəm çəkiliş çəkəcəyik. Gördüyünüz kimi, rəhmətli xəyəm kişi öz buqcasından, Götürəcəm, mən də deyirəm. Rəhmətli xəyəm kişi öz buqcasından şirniyat yığdı bura. Həqiqətən deyirəm, 10 manatın evi yıxılıb. Vicdan haqqı, 10 manatın evi yıxılıb. Bax, and olsun aləmlər Rəbbinə, 10 manata alınan bax budur. Utanırsan, adam birdən utanır nəsə almağa. Siz istəniyənlər. Vicdan haqqı, 10 manata gör nə almışıq, gözəl izləyirlər. Nəysə, Ağdamlı mübariz qardaşımız, can qardaşımız, qeyrətli qardaşımız o irəli 20 manat göndərmiş ki, Tağmiri dillərə şirniyyat alarsınız. Birinci partiya alındı gəldi, bu da ikinci partiya. Sabahda Allah qoysa, Yeraz Roman əmiləri 5 manat göndərib ki, Tağmiri dillərə şirniyyat alıb gətirərsiniz. Ağzınız şirin olsun, cibiniz dolu olsun qardaş. Allah sizə eksik eləməsin. Amin, amin inşallah. Hörmətli izləyicilər, videomuza elə indidən bir dənə like verin. Gözəl dostlarım, qardaşlarım, əziz bacılarım. Allah xatirə bacımıza can sağlığı versin. Dəyərli bacımız, qeyrətli bacımız, şirrəhli bacımız. Bizim nətər deyim, əziz dostlar, kanalımızın ürəyi, kanalımızın fəxri, kanalımızın gözəl xanımlarından olan xatirə bacımız. Sizə qurban, gözəl bacı, Allah sizi var eləsin. Hörmətli izləyicilər, bilirsiniz, bax bu gördüyünüz şumlanmış ərazi Cəsarət qardaşa məxsus əkin sahəsidir, həyətyanı əkin sahəsidir. Biz Cəsarət qardaşın həyətində tək ev tikmirik, həm də biz bax bu gördüyünüz əkin sahəsini eləyəcək meyvə bağı. Arası əkin olacaq, yenə də göyü, göyərtisi və yaxud yoncası nəsə. Amma olacaq 100 ədəd meyvə bağımız. Bunu isə bizim çox dəyərli, qiymətli, vətənpərvər bacımız universitet müəlliməsi olan Xatirə müəllimə, Xatirə bacımız həyata keçirdir maddi kömək vəsaitini. Bunun üçün axşam bizə bacı ümumilikdə 400 Azərbaycan manatı pul göndərdi. 400 manat Cəsarət. Onun 200 manatını xəstəlikdən əziyyət çəkən bizim çox dəyərli, qiymətli qardaşımız, Sadiq qardaşımız üçün Allah Sadiq qardaşımıza acil şəfa versin. Kanalımızın dəyərli oğullarındandır, xeyriyyətçi qardaşımızdandır. Yastığın yüngül olsun, Sadiq qardaş, yastığın yüngül olsun. Allah can sağ. Bəli, Xatirə bacımızın bu neçənci yardımıdır Sadiq qardaşımız üçün olunur. Var ol bacı, əllərinizdən öpürəm. Və 200 manat isə Xatirə bacımız göndərib, onun 50'sini bizə göndərdi. 150'sini də Cəsarətin bağına ağac almaqdan ötürü. Allah ürəyinizə görə versin, bibi. Amin Allah. Amin Allah. Amin Allah. Keçirik evimizlə bağlı gedən işlərimizi sizlərə qürur hissi ilə, sevinərəkdən, şad olaraqdan göstərək. Yenə deyirəm gözəl izləyicilər, bəlkə də biz məqsədi bir yerə qoysaq, bu videoya 1000 like verə bilərik. Bu bizim əlimizdən olan işdir. Deməli, trend qapılardan da xəbər var, möhtəşəm xəbər, amma ondan öncə ustalarımızla görüşüm. 2 gündür ustalarımız işləmirdilər. Məhəmməd ustanın özünün şəxsi işi olub. Əgər sir deyilsə, bizdən də bölüşə bilər. Yox, əgər sirdirsə,
bölüşməyə də bilər. Görüşürəm sizdən, necəsiniz? Sağ olun Erşən qaqa, salamlayıram. Əhval ruhiyyə necədir? Allah hər birinizə kömək olsun Erşən qaqa. Allah böyük aləmi qorusun, Allah hər birinə can sağlığı versin. Siz bizim daimi xidmətdə olan, belə deyək də, yəni əskərlərimizsiniz də. Bəli, Siz söhbət- daimi xidmətdəsiniz də. Söhbətsiz gördüm, mən o gündən gecə saat 12-də mən saat səs atdım. Sən Dedim olursan. Erşən qaqa, mən hazıram. Sən Yəni mən olursan. 2 gündür boşam, canla başla nə iş oldu, gözüm sizə yerim var. Allah gözlərinə var eləsin. Sağ ol, Mən necə 2 gün Allah şah vardı, onun Ziyətin qardaşı yerində. Hə, Allah rəhmət eləsin. Yadımdan çıxdı ona görə. Ölənlərimizə Allah qəni-qəni rəhmət eləsin. Allah sənin də anana rəhmət eləsin. Ölənlərinə rəhmət etsin. Məhəmməd usta. Allah kömək. Deməli Arif əfəndi, Lənkəranlı bacımız hər zaman bildirir ki, əfəndim Arifin dualarına o qədər ehtiyacımız var. Çünki əfəndim Arif duanı ürəkdən edir, sidqi qəlbdən edir deyə Allah özü deyir ki, əfəndim Arifin duaları qəbul olunur, yavaş-yavaş sağ ol. problemlərimiz həll olur. Bax bu 20 manatı da Allah urzanı versin. bacı Allah göndərdi ki, balalarınızı tələsmə də xoşbəxt qoy mən eləsin. sözü deyim qutaram atam. Həmişə ümumiyyətlə tələsməyin. Mən sözü deyib qutarandan sonra siz başlayın da qadan alaram. Başa düşdün əfəndim. Bacı bildirir ki, əfəndim Arifin duaları həmişə bizə düşür. Dua edir, ürəkdən dua edir. Əslində bacının sözündə böyük həqiqət var. Arif belə deyək də yetim oğlandır. Arifin duasını yəqin ki, Allah tez eşidər. Ona görə də bacı həmişə niyyət edir ki, nə niyyətim varsa qəbul olsun, əfəndim Arifə nəzir verir. Allah qəbul Allah eləsin. köməyin Düz olsun edirsiniz. bacı, Allah köməyin Arifin evində elə əsl nəzir qəbul edəcək ailəsi var, yeganə bacı, özü də kömək yetim oğlandır, özü də belə deyək də, yəni kimsəsiz deməzdim, hamımızın Allahımız var. Amma mənəvən Arifin kimi var ki, gözəl izləyicilər, sizlərdən, bizlərdən başqa. Buyur Arif əfəndi, Lənkəranlı bacımız. Allah Lənkəranlı bacımı xoşbəxt eləsin. Allah hər birinə kömək olsun. Lənkəranlı bacı, Allah Taala balalarını gözünə çıraq eləsin. Nə işlərin var, həmişə uğurlu getsin. Allah hər birinizə can sağlığı versin. Bacı, Allah sənə uzun ömür can sağlığı versin balalarının içində. Allah Taala sənin o balalarını xoş günlərini qismət eləsin evində. Allah Taala sənin o balalarını toy bayram qismət eləsin. Nəvə nəticə yiyəsi olasan bacı. Çox sağ ol. Əllərindən öpürəm ay bacı. Allah sənə dəyməsin. Allah Taala hər bir zaman səni xoş günlərə çıxarsın. Amin, amin, amin. Buyurun Məhəmməd, siz işləyin qadanam, iş çəkək. Hə, deməli, əzizlərim, Cəsarət qardaşımız şumladı məhləni. Danışdım, amma şumlanmağı demədim. Yəqin kadrda gördünüz. Buyur, bu nədir? Bu nə? Səhər düzülüşüdür bu. Sizi verən Allaha qurban ol. Sən Allah bunlar təxmini belə düzülüşü, yoxsa burada nəsə bir təsadüfə oxşamır bu, əzizlərim. Bunun bir nəsə Yox, burada nə fərqi var? Burada nəsə bir gözəl izləyirlər. Maşallah olsun. Başdan başlayır. Əskər kim? Bu əzizlər biraz borcudur. Yəni yekəxana özündən razı. Elə görsən elə bura xidmətə gələndən özündən razı. Tağımili sizsiz? Yox, yox. Hə. Ay maşallah. Ən apaslı əzizlər, ən qorxulu. Bəri baxın. Bax ən qorxulu cütlükdür. İnansız bax bu tağımili dillər ki var ha. Bunlar hər an terrora, üzr istəyirəm. Bunlar hər an zəlzələ, vəlvələ yaratmağa hazırdılar. Hesabın gör ki, rəhmətli Xəyyam ki, fikir versiniz bura gələndə bronjilet geyib gəlir. Ona görə el arasında bronjilet Vəli Baba deyirlər. Hə, bax bu tağımili dillər apaslı uşaqlardır. Da qızlar da ki maşallah olsun. Hə, Ruqayyə. İndi yavaş-yavaş gəlin Xəyyam Baba sizə pay-pürüş versin. Allah sizə, ay mübarək qardaş, bax bu balalar kimi gözəl nəvələr sizə qismət eləsin inşallah. Gəlin Xəyyam Babanın yanına. Budur əzizlərim, bunu biz özümüz də elə aldıq ki, ustalar da yesin. Bax bu niyyətimiz odur ki, ustalar da yesin. Bunun birini azaldı. Deyir, nə fərqi var ki? Bölüb yersiniz. Hə, usta. Xəyyam ki, böyle. Bölün yiyin. Həyatda bundan gözəl şey yoxdur, Xəyyam. Özün sənin bölgü işində olmuşsan da. Yox, çəkislərdən də az Xəyyam ki. Ay maşallah. Bundan Əgər ondan yox, Xəyyam, bu birisindən az çəkisinə. Ondan az.
Özü analar açardan o əllərindəkin yeyib hə, qutarandan sonra. Uşaqlar əlinizdəkin yeyib qutarandan sonra da verən ananıza şey- dəyərsiz ondan verər. Açar, Oldu yaxşı. sizə qurban. Ala, qoça bunu sən tut, apar. Hə, sabah da alıb gətirəcəm Roman əmi tərəfdən. Sabah da açı yeyir. sizə paypı. Hə, tutuyor. Bax budur gözəllik. Bunu da apar. Budur gözəlliklərdən biri də. Elə bu evdə, bu həyətdə bu uşaqların hər gün üzünün gülməyinin özü böyük bir savabdır, böyük bir hadisədir. Allah var eləsin. Mübariz qardaşım, Allah səni qardaşlıqdan heç bir zaman əski etməsin inşallah. Gözəl izləyicilərim, gözəl xəbərlərimiz durmadan gəlməkdədir. Sağ olsun TikTokdan da və YouTube'dan da yardımlar gəlir. İntiqam əmi üçün ələxüsta yardımların böyük əksəriyyəti gəlir, cəsarət də yaddan çıxmır. Dünən Trend Qapılar evi ilə bağlı xoş xəbər aldıq. Deməli, gözəl dostlarım, qardaşlarım, bacılarım, Cəsarət qardaşın evinə 5 qapı, 5 qapımız, kimdir qədər? Hə, Cəsarətin qohumu. Hə, 5 qapımız, gözəl izləyicilər, ümumilikdə 1100 manat pul edirdi. Gözəl qapılar, hər bir şey içərisində, yəni ona nə deyirlər, tutacağından tutmuş, dəstəyinə qədər, kalıbqalarına qədər 1100 manat pul edirdi, amma Trend Qapılar evi bunu yarı qiymətə, yəni 550 manata. O Trend Qapı ki, Əfəndi Marifində evinin 4 qapısını təmənnasız verib, Emin 32-lər qardaşımızın evinin 4 qapısını təmənnasız verib. Hələ bundan sonra nələr olacağını əziz dostlar, gözəl izləyicilərimiz bilmək olmaz. Bizim yeganə üstün cəhətimiz, tərəfimiz, ağıllı siyasətimiz onda oldu ki, biz Trend Qapılar evinə səs atmışıq, bildirmişik ki, qardaşım, əgər sizdə alınmazsa Cəsarətin evinə 5 qapını hədiyyə etmək, biz o 5 qapının pulunu ödəyək, xeyrimizi də sizə verək. Siz onsuz da bizə 2 evin qapısını ümumilikdə 8 qapı hədiyyə etmişsiniz. Bu söz deyəsən xoş olan söz olub. Bu söz deyəsən həqiqətən Trend Qapılar evinin rəhbərindən çox xoşuna gələn söhbət olubdur və dərhal da bizim bu fikrimizə müsbət reaksiya verildi. Yəni bildirildi ki, bax sabah qismət olsa qapı gələcək. Hələ neçə gündür söhbət gedir, 3 gündür. 3 gündür bildirəm ki, kart göndərim, mən 550 manatı göndərim. Hələ də kart göndərmirlər ki, qoy qapı gəlsin, əlinizə çatsın. Ondan sonra deməli pulu göndərərsiniz. Əzizlərim, mən Trend Qapılar evinin bir balaca il dəyişdiyinə görə bir balaca sıxıntıları olub, həm də bizə qardaş özü söhbət etdi ki, mən elə bir hazırlaşırdım sizə 5 dənə qapını göndərəm, bir şəhidimizin anasına ev tikilir xeyrsevər insanlar tərəfdən və mən elə bir o evin qapılarını təmənnasız verdim. Sadəcə olaraq mən bir balaca zaman gözlürdüm ki, ona görə sizdən vaxt soruşdum ki, sizə haçan lazımdır. Yenə də sağ olsun gözəl izləyicilər, əziz qardaşlar, əziz bacılar, belə durarıq sən cana, əziz insanlarımız, elə belə şey deyil 550 manat, 550 manat, bugünkü günü 5000 manata dəyən bərabər bir yardımdır. Var olsun, 1000 dəfə var olsun. Trend Qapılar evi. Allah hər zaman üzünüzə qapıları açıq eyləsin. Qazancınız bol olsun, ömrünüz uzun olsun. Allah həmişə sizləri var eləsin. O anamızın əllərindən öpürəm ki, o ananın sayəsində biz Trend Qapılar evini tanıdıq. Bazarınız həmişə bol olsun, şirin olsun inşallah. Gözəl dostlar, gözəl qardaşlarımız, Cəsarətin evi ilə bağlı yeniliklərimiz hələ ki bunlardan ibarətdir. Yəqin keçən videomuzda qeyd eləmişəm, evimizin ümumilikdə bütöv aboyları hamısı alınıb, evimizin bütün listurları hamısı alınıb. Yəni evimizdə ciddi çatışmayan hələ ki nəyimizsə yoxdur. Əlimizdə bir balaca da ehtiyatımız var. Bir dənə bizim elə bir gözəl izləyicilər bir balaca çatışmayan mətbəx mebelimizə lazım olan puldur. Yəni 900
925 manatımız. Bəli, 925 manatımız çatmır mətbəx mebelimizə. İnşallah. Düzdür, qardaşlarım, bacılarım ara sıra yardım edirlər. Amma o yardımı elə bir ehtiyata yığıram. Mətbəx mebelinə yox, çünki mətbəx mebeli üçün yəqin ki bir gün xüsusi olaraq canlı yayım açacağım. Yerdə qalan pulu yığmaqdan ötürü. Çünki bu dəqiqə, yəni bax bu dəqiqanın özündə mətbəx mebelinə bir o qədər də gərəyimiz yoxdur. İnşallah ümid edirəm ki yerdə qalan pul da yığılar. Maqamməd usta. O calağı sol tərəfə vermək olmazdı, sağa. Yox, divar tərəfə. Bir də Məmməd süpürgəlik olacaqmı? Hə. Olacaq da, ay yaşa. Düz başdan bəri olacaqmı? Hoş Ay, gəlmişsiniz qardaş. O, salam Nərgiz, xoş günə gəlmişik. Xoş günə gəlmişik. Nərgiz, niyə yaparsan tozun içine? Elə bura qoy burada çəkdən, hə? Nətər? Hə, nətər deyil. Zəsələ bir dənə. Belə o stol gəl, hava xoşdur. Sol təmizdə amma Heç nə, Xəyam da oturub gəlib. Nə Xəyam, evdə oturub gəlmiş. Hə, oturub gəlib evdə də. İçərdə nə işimiz var? Mən yazıram Xəyamam. Hardan gəlsən? Dedəbdən sonra gələm, elə Samolyazdan buradan düşdüm, erirsən məni götür. Allah Xəyama rəhmət eləsin. Rəhmət deyil ki, yaxşı adam olubdur. Hə, pilləkənimiz də gözəldir. Tumbaları möhtəşəm şəkildə. Hələ gör bunun aralarına reşotka vurulanda hansı gözəlliklər görəcəyik biz. Hələ bu silinməyib, hələ bu toz torpaqlıdır. Bu gözəllikdə görüntü göstərir. Gəl ki bunun gözəl izləyicilər, bu silinib parıldayanda, burada reşotka olanda, burada tağmili dillər evci oynayanda nələr olacaq? Ey. Ay Məhəmməd, bunun üstünə nəsə vurmayassan ki? Kapel vurulacaq. Bir dəqiqə dayanı, bax bizim fikirlərimiz dağ-dağın olubdur. Məhəmmədə çəkişini verim onu. Gəl bura qadınım. O Ercun qaqaş demişdi də burada olsun. O, hə, mən eşən qədər. Bu boşluqları Məhəmməd doldursa qurban. Üzbəri vur, üzbəri vursan qırılacaq. Bax bura vur, qırılacaq o. Billəmanın çıxarını doldur. Sağ qurban ol Məhəmməd, sən ağıllı oğlansan. İndi bu işığı biz neyiniyək, bax əzizlərim. Bax kimisi deyir, yuxarıda qalsın. Kimisi deyir, demək olar ki 99% izləyici deyir yuxarıda qalsın, tummada qalsın. Onun heç bir qorxusu yoxdur. Çıxartmayın, bunu çıxartsan. Çıxartmasam alım, bırakın. Buradan deyir, hələ yaşlı, qurumuyubdur. Yox, qurumuyubdur. Biraz yaşlımışam, ya mı? Elə. Görsən, bax deyəndə xətrinə dəyməsin, ölümə yaxınlaşdı. Mən öyleyim şu an. Heç nə də bax, bunu görsən, bax vurmursan. O qırılanda, sadəcə olaraq eybəcər bir şey alınır. Sabah gəlib onun cəsarətdə, onun qırıq görəndə, elə bir özümdə hisslənəcəm ki, bunu bax, vaxtında niyə mən diqqət yetirməmişim. Heç kimi qınamayacam, özümü qınayacam. Özümə sadəcə olaraq günahkar biləcəm ki, bax, niyə mən öz işimə diqqət yetirməmişəm ki, bugünkü günü o qırılır, sağ qurban, Məmməd, matadan qorxma. Onun daraqlar başına dönüm, qoy qıraqlar ki, şey qalmasın, başına dönərəm. Sən fikir versən o zapravkalarda, Məmməd, zapravkalarda ağır tonlajdır, 60-100 tonluq maşınlar çıxır o metlağın üstünə, zapravka edir. Niyə? Çünki altda boşluq yoxdur. O boşluq heç 10 kilo çəkini götürməz. Qardaşın qadan alsın, sən ustasan, mən sənin işinə qəti şəkildə müdaxilə eləmirəm. Sadəcə olaraq məsləhət edirəm ki, bunu belə etsə daha da keyfiyyətli olar da, uzun ömür olar. Ay Allah sənin o anana rəhmət eləsin, yeri cənnət olsun, qardaşın qadan alsın. Hə, gözəl dostlarım, qardaşlarım, bacılarım. İndi Məmməd, bu tummanın üstünə kapel vuranda bu şunur məsələsinin hansı yerdə qalır? Hardan? İndi sən onu bir dənə talih malihlə məsləhətləşək, qoy talih malihə bir zəng eləyim. İndidən işimizi görək. Çünki sabahlarım gec ola bilər. Böyürdən olsa eşən qaqa, bu belə qapdanmalıdır aşağı. Yox, məncə o böyürdən uyğun gələn şeydə. Böyürdən olmaqdansa ləğv eləmək daha yaxşıdır. O üstə olmalıdır, onu
yüngül şeydi o məncə. Bir dəqiqə. Elgün qardaş deyir, fikir-fikirə deyir o ağıl-ağıldan üstündür. Amma elə bir rəyləri oxudum, gördüm böyük əksəriyyət bildirir ki, yox elə o usta olmalıdır onun. Qoy talihlə də danışaq görək. Bunun nə kimi təhlükəsi var, yox. Usta salam qadasını alım. Salam. Mənəm Elşəndir, Talih usta. Nə tərsən qardaş? Sağ ol, sağ ol, sağ ol. Qardaş bu Zəfərət qardaşlarla ki bu pilləkənlərin tunması ki var, ürəyinə qurban. Kimin? Cəsarət, cəsarət. Ha. Səbuhu qardaşımın qardaşı. Ha. Qadan alım. O tunmaların başına ki işıq yeri qoymuşlar, nə Talih? Ha. Sağ qardaşım qurban. Biz dostumuz, qardaşımız bildirir ki, o işıqlar hardasa təhlükəli ola bilər. Uşaq zad əli vurar, tox keçirə bilər. Bunun nə kimi etibarlı, zəmanətli iş ola bilməyinin eləmək olar bunu, yəni narahat olmayaq da hamı. Hayır, mən ona o nətər nəzərdə tutmuşuq. Biz ona o plafon var belə, ancaq tumba üstündür belə. Ay, Arxası atan rəhmət. Hə. Şeyə bağlanır, yumru belə işıq vardır. Ondan alacağıq. Onun heç bir şey yoxdur, təhlükəsi yoxdur axı. Atan rəhmət. Yəni onun təhlükəsi mənbəyi yoxdur da, onu bilmək istəyirik. Yox, heç bir şey. Hə. Belə altı belə karobka çıxır. Hə. Aydın oldu. İndi onun 16'nın rezini de var, Aha. Vəssalam. Qoyursan rezini qoyursan ki, su da keçməsin ona. Altdan bağlayır, üstündən də şurupla bağlayırsan ki, tumbuya. Sonra getdi, olur qəşək bir şey. Aydındır, aydındır. İndi onun şunuru, qardaşım, indi bu usta ona üstünə də kafel vurar. Metla. Bu şunun ortadan çıxarsın da ustalar. Hə, kafeli deşib ortadan çıxarsın. Ha. Sən onun yerini oymayasan da, nəsə çala yaradıb. Yox, heç nə eləmir. Sadəcə qalır o şeyin üstündə, metlağın üstündə. Qapağı da var, qoyursan belə arxasının şeyi var da onun. Hə. Bildim, indi ona usta, yəqin ki, sentrdən qoyarsan da, hamısı eyni yer. Ha, tam ortadan qoysun. Ortadan, hə. Problem yoxsa. Oldu sənə qurban. Oldu. Elə onu dəqiqləşdirmək istəyirdim. Dedim birdən nəsə problemi ola bilər, heç səndə. Oldu. Yox, heç bir problem. Deyirəm də Talih usta onun mümkün deyil ki, nəzərə almasın. Məsləhət olmasaydı Talih usta onu çəkməzdi. Deyərdi ki, bunun falan. Yox, narahat olmayın. Oldu qadasını alım. Oldu qardaşım. Hə, gözəl izləyicilər, qardaşlar bunu da dəqiqləşdirmə. Məmməd, birəkli işini gör getsin. Elgün bizim qaqamızdır, qardaşımızdır. Məsləhətinə görə var olsun. Sağ olsun, o da bizi fikirləşir, deyir. Amma yəqin özün də eşitdin Elgün ustamı. Yəni təhlükə mənbəyi yoxdur, qardaşım. Yeganə burada təhlükə mənbəyi olan gözəl izləyicilərimiz tamiridir, vəssalam. Bir dənə tamiri dili yola gətirmək lazımdır. Onu da hələ ki yola gətirmişik. Deməli, hamamımız tam hazırdır. Yox, tam hazır deyil. Yəni, söhbət konfermetlaqdan gedirsə, hələ tam hazır deyil. Çünki burada atkozlar işlənəcək. Deməli, naş qırağının deməli, kantları vurulacaq, araları doldurulacaq. Möhtəşəm. Və evimizlə bağlı gözəl izləyicilər, qardaşlarımız, qonaq otağımızın aboyunu göndəribdir bizim çox dəyərli qardaşımız Səbuhu Ələkbərov. Qonaq otağımıza gözəl bir listur, qiyməti 100 Azərbaycan manatı olan listurumuz alınacaq. Ağdamlı mübariz qardaşımızın maddi dəstəyi ilə keçirik. Solda gözəl izləyicilərimiz, yəni bizim sağımızda, amma evin girişində solda, məhbətdə də uzun naşıda. Məhbərimizin aboyu bizim çox dəyərli qardaşımız Tamahlı qardaş tərəfdəndir. Listur isə Ağsulu Merdamət qardaş tərəfdəndir. Deməli, qardaşlar, bacılar, cəsarətin, məharətinin otağı aboyu bizim çox dəyərli bacımız Sankt Peterburq şəhərində yaşayan Təranə bacımız tərəfdəndir. Listuru isə Şəmkirli Əli qardaş tərəfdəndir. Burada gözəl izləyicilər, qızların otağıdır, balaca qızların otağı, yox, tamiri dillərin otağıdır. Tamiri dilin otağının aboyu bizim Ağdamlı mübariz qardaşımız Səbuhu Ələkbərov. Qonaq otağımızın aboyu 100 Azərbaycan manatı olan listurumuz alınacaq. Ağdamlı mübariz qardaşımız Səbuhu Ələkbərov. Qonaq otağımızın aboyu 100 Azərbaycan manatı olan listurumuz alınacaq. Məhbərimizin aboyu bizim çox dəyərli qardaşımız Tamahlı qardaş tərəfdəndir. Deməli, qardaşlar, bacılar, cəsarətin, məharətinin otağı aboyu bizim çox dəyərli bacımız Sankt Peterburq şəhərində yaşayan Tərana bacımız tərəfdəndir. Burada gözəl izləyicilər, qızların otağıdır, balaca qızların otağı, yox, tamiri dillərin otağıdır.
Gözəl ağsaqqalımız Vidadi əmmimiz tərəfdəndir. Həm də listuru. Həm listuru, həm otağın aboyları. Özdə güllə keçilməz aboylar. Vidadi əmmimiz belə buyurub. Vidadi əmmimiz tərəfdəndir. Və qızların otağının listuru yenə Şəmkirli Əli qardaş tərəfdəndir. Aboyumuz isə qeyrətli bacımız Aysu bacımız tərəfdəndir. Koridorumuzun isə aboyu, gözəl izləyicilər, tərtərli anamız tərəfdəndir. Əllərindən öpdüyüm anamızın, qeyrətli anamızın əllərinə qurban olun, ürəyinə qurban olun. Koridorumuzda isə gözəl izləyicilər, listur olmayacaq, led olacaqdır. Məndən bir məsləhət, gözəl izləyicilər, məndən bir məsləhət. İndi bu dəfə keçdi, amma gələn səfər hansısa evlər tikiləndə bu mətbəqata listuru da ləğv edəcək. Çünki ən gözəli sportdur. Ən gözəli mətbəqdə sportdur. Yəni, bax, bu cəsarətin mətbəqinə 4 dənə sport qoymaq gözəldir. Çünki bizim də evimizdə var sport. Bir neçə tikilən evlərə qoymuşuq. Sport qoymuşuq, yəni işıq, listursuz. O daha gözəldir, məncə də. Məncə də daha gözəldir. Bilmirəm, sizin zövqünüzlə necədir, onu deyə bilmirəm, amma mənimcə stop daha gözəldir. Bir like gəlsin, heç nə yox. Bir dənə bu kafel metlaq qutarsaydı, burada bir təmizlik görərdik. Düzdür, dalınca da pol yolunacaq. Ağam. Bilsən nəyə görə deyirəm, Məhəmmədim, Ali Məhəmməd qardaş. Polu yonaq, Arif, lakımızı, dolğumuzu vuraq ki, quruyana qədər çölün rəngin vuraq. Mən də elə fikirləşmişəm. Hə, sənin o fikrinə qulaq kəsin. Hə, qəşək. Məhəmməd deyir ki, polu yonaq, dolğusun, laksını vuraq. Ay, yaş. Ondan sonra keçək çölün rəngini, arxan sulağını vuraq. Hə, hələ arxanın üzdüyü durur. Oranı vuraq, ondan sonra rəngə keçək. Rəngi də vurandan sonra təzən sərdə aboy vuracaq. Hə, Məhəmməd, onsuz da düzdür. Səni tələssəm də çatdıra bilməyəcəm. Mən oruçluq ay girəndən yardım paylayacağım, amma dəxili yoxdur. İnşallah. Yox, mən fikirləşdim ki, oruçluğa qədər təhvil verə bilərik, amma qeyri-mümkündür. Yenə deyirəm, burada hava şəraiti heç nə. Sən işləyərsən, mən də gəlib gündə bir dəfə, axşam da olsa gəlib çəkilir çəkərəm. Ayın neçəsi olsun? Ayın 17-si girir, Allahın izni ilə. Allahın izni ilə. Fərqi yoxdur. Yəni, cəsarət yaxın ünvandadır. Eminə baxma. Eminin evi uzaq idi. Gedib gəlmək problemindən, ona görə oruçluq ayı Emin dildə işləmədik. Keçən il, əzizlərim, yadınıza gəlir, keçən il bu vaxtı, keçən il biz fevralın 2-sində, səhv eləmirəmsə, fevral ayının 2-si, Emin, 32-lər, Emin qardaşın evinə başladıq biz, fevralın 2-si. Yəni, ilk gün, fevralın əvvəlləri idi. Bax, biz keçən il bu vaxtları Emin qardaşın evində hörgüşü görürdük. Allaha min şükürlər olsun, Allaha min şükürlər olsun. İndi də cəsarətin evində bu işi görürük. Hə. Məhəmməd, indi bir iş var, qalam. İndi bax, bu kafel, bax, betonda çəplik edir, tək eləmi? Betonun bu küncündə yerə bir... Yox, amma onu söylüyor. Ben niyə orada... Sən yəni, burada sıvaq vurulur deyən, sıvaq çıxıb qabağa. Ay, onu da vurarsan da sıvaq. Hə, onu sıvaqla doldurarsan. Palçıda olacaq, ha? Oraya üstü fırlandı. Hə, buranı da doldurarsan oranı. Qabağını da orada. Hə? Hörgünə Hə, bildin. Amma sıvaq çıxıb ki, sandı qabağa. Ay, nə gözəl. Ay, Səbuhu qardaşın da kebab pişirir. Hə, buruna kebab iyi gəlir. Bu yüzden gəlir nəsə iyi. Ürəyim bulandı. Sən o Səbuhu qardaşım da kebab pişirir. Allah hep kebab iyi gəldi burnuma. Mən də deyirəm, mənim ürəyim Bu neydi? Sərsər. Kebab iyi. Cəsarət fikir versən kebabını yiyinə. Belədən gəl. Çörək var evdə. Sən də bir qısa çörək getir. Hə, bəlkə eşəkdə ağlayırlar. Hə, yox sənə, bu eşək dağınıdır. Şeydən gəl, Aksaraydan gəldi. Kavinə geldik, getdik eşək ağlayır. Bir dəfə nətər olmuşdu? Hə, də nə, böyle kavinə getdik, getdik eşək ağlayırlar. Deyirəm, bəlkə gənə elədi. Çörək oladan belə çabaqdan iyice çörək. Hə, bax, hələ, əl olar, yox. Hə, əziz dostlarımız və qardaşlarımız, ürəyinizə qurban olum. Hə, biz Allah qoysa ayın 10'u günü, həyəm, saat dəvətnamə düzdür, gəlməyib, dəvətnamə gəlməyib. Amma sənin evinə çox gözəl yardımlar edən Ruslan Dəhnəli qardaşın
ayın 10-u Şəkidə, Kiçik Dəhnə kəndində. Ya kiçik ya böyük fərqi yoxdur. Oğlunun sünnətidir. Amma dəvətlənmə verməyib sağ. Hə, canı sağ olsun. Yox, cəsi Mənim orada nədir? Mənim Şəhliyarla Madiyev ikimiz gedəcək. Bəlkə sən də özümüzdən aparaq. Gedək bir Şəkinin o dağlarına çıxaq. Ruslana sürpriz eləyək. Sən özüm ölüm. Ruslana səni sürpriz eləyəcəm. nə fərməsin. Gedək bir, hə? Nə fərməsin. Kostyum, karustok durur. Hadi karstok, indi karstok alır səndə. Necə oldu? Ne bileyim. Yaxşı, o barədə fikirləşərik. O barədə fikirləşərik. Dostlardan, qardaşlardan bir yardım gəlsin Cəsarətin evinə. Gözəl izləyicilərim, əziz qardaşlarım, ekranın solunda gördüyünüz əlaqə nömrəsi bizə aiddir. Bir yardım gəlsin və istərdim yardımdan söz düşmüşkən, ümumilikdə layihəmizə gələn yardımlarla bağlı sizlərə məlumat verim. Yəni, əziz dostlar. Siz iş yapara bilərəm. Hayır, sən işində ol. Deməli, hörmətli izləyicilər, mən deməli, dedim, hardan bu yana gələn yardımlar. Sonuncu hesabatdan indiyənə gələn yardımlarımızı qeyd edirəm. Sonuncu hesabatdan bax, indiyənə qədər gələn yardımlarımızı qeyd edəcəm. Sadəcə olaraq Məhəmmədimiz İnşallah laqondalık için tutarsın. Aha. Məhəmməd laqonda için tutarsın. Məhəmməd, o kafel kəsənin hanı bə sənin? Onu başladı, sən verdim ona. Sən də bu ürəyə yuxalıq. Əlində iş görürsən. Əlində özün iş görürsən, deyirsən yolda. Demədən yoldaş, mən özüm də iş görürəm. Bə niyə özə Məhəmməd? Hə? Əl çəkmə. Yox, xətrinə dəyməsin, belə. Orada tok yok, deyəm onu. İndi özün də burada deyək, bu nədir bu tozun torpağın içində, Məhəmməd? Özün iş görür. O istəyədin yoxdur. Qəbristanlıqda qəbrinin üstünə. Hə, bildim, Allah rəhmət eylesin. Orada tok yoxdur deyin, orada işlə. Hə, Ziyaddinə vermirsənsə başqa məsələ. Ziyaddin dəyərli oğlandır. Sağ olun. Nəysə, azlarım, hesabatladım gələn yardımları diyor. Kəs-kəsdə döyəcəm. Mənim özüm asıdır, bu laqonda kafir kəsəndə əsim-əsimi yiyir. Əsim-əsimi yiyir, özüm nasıl var. Bax, bu da görə biləm, ağrıyan tütümə kimsə iğnə soxur çıxarır. Allah, özüm dadasaq, ya Allah, özüm dadasaq, ya Resulallah, özüm dadasaq. Tutardı? Hə, tutardısa mən 5 dəqiqə getdik, əzizlərim. Sonuncu hesabatımızdan sonra gələn yardımları qeyd edirəm. 1000 rubl Astara sakini Dilara bacı yollayıb emin qardaşı üçün. 25 manat Gədəbəyli Zahir qardaşı yolladı intiqam əmri üçün. 500 rubl Gələn rayonunun Qızıl Hazırlı kəndindən qardaşı yolladı intiqam əmri üçün. 10 manat İlham qonşu yolladı intiqam əmri üçün. 10 manat Ağdamlı Mübariz qardaşı yolladı Lalə xanımın öz kartına birbaşa. 10 manat bir Allah bəndəsi yolladı intiqam əmri üçün. 20 manat Bakı şəhərindən Məşədi qardaşı yolladı intiqam əmri üçün. 1000 rubl Çiğdət şəhərindən Etibar qardaşı yolladı intiqam əmri üçün. 20 manat Fatirə bacı yolladı intiqam əmri üçün. 500 rubl bir xanım izləyicimiz yolladı intiqam əmri üçün. 3000 rubl Gəncəli Zahir qardaş yolladı intiqam əmri üçün. 5 manat Tərtəri qardaş yolladı intiqam əmri üçün. 1000 rubl Ulyanskidən Səbinə bacı yolladı intiqam əmri üçün. 2000 rubl Moskva şəhərindən Mömin qardaşımız yolladı intiqam əmri üçün. 1000 rubl Daşkəsən Ramın qardaşı yolladı intiqam əmri üçün. 500 rubl Zəngilanlı Buqar əmi yolladı intiqam əmiyə. 1000 rubl Lənkəranlı bacı yolladı Əfəndi Marif üçün. 20 manat Ağcabədi Pərviz qardaşı yolladı intiqam əmri üçün. 5000 rubl Sankt Peterburg şəhərindən Natiq qardaşı yolladı intiqam əmri üçün. 21 manat Fransadan Nuray balamızın adından gəldi intiqam əmri üçün. 1000 rubl Zəhra Zeynəb balalar adından yollandı intiqam əmri bizə.
1000 rubl Sahil Roman qardaş yolladı intiqam əmi üçün. 3000 rubl Akçulu qardaş yolladı intiqam əmi üçün. 3000 rubl Valih qardaş yolladı intiqam əmi üçün. 3 manat qonşum İlham yolladı intiqam əmi üçün. 5 manat Roman qardaş yolladı cəsarət nikahlarına şirniyyət pulu. 200 manat xatirə bacı yolladı. 50 manat bizə, 150 manat cəsarətin qanına, ağa çəkməyə. 1000 rubl Beyləqanlı qardaş yolladı intiqam əmi üçün. 10 manat Xəyalı xanım yolladı intiqam əmi üçün. 200 manat xatirə bacı yenidən yolladı Sadiq qardaş üçün. 10 manat Pirallahdan Etibar qardaş yolladı intiqam əmi üçün. 500 rubl Bəhruz qardaş yolladı intiqam əmi üçün. 500 rubl Moskva şəhərindən Kənan qardaş yolladı intiqam əmi üçün. 1000 rubl Akstafa rayonunun Yenigün kəndindən bacı yolladı. 500 özü, 500 də qızı intiqam əmi üçün. 2000 rubl Bərdəli qardaşımız yolladı Şirvanlı kəndinin sakini intiqam əmi üçün. 200 manat Voronezh şəhərindən Xəqani qardaş yolladı intiqam əmi üçün. 2000 rubl Gürcistanlı qardaş yolladı intiqam əmi üçün. 2000 rubl Perm şəhərindən Sevil qızı yolladı intiqam əmi üçün. 10 manat bir Allah bəndəsi yolladı intiqam əmi üçün. Bəli, əziz dostlar və qardaşlarımız, gələn yardımlarımızı da qeyd edirəm sizlərə qurban. 1000 manata yaxın intiqam əmmimizə yardımlar gəlibdir. Allah hər bir yardımcısı olan qardaşın, bacının, dostun hamısının canı sağ, ömrünü uzun eləsin. Əlinizdən nə gəlirsə, kömək əlinizi kəsməyin. O ailəyə kömək etmək vacibdir. Çünki o ailənin heç kimi yoxdur. Arxasında dayanacaq, qapılarını açacaq, heç kimləri yoxdur. Ona görə də köməyinizi, yardımınızı qəti şəkildə dayandırmayın. Allah bunun 1000 kərə, milyon kərə əvəzini verəcəkdir inşallah. Bizdən bu qədər bugün cəsarətin evi ilə bağlı hələlik bu qədər. İkinci çəkilişimiz də mütləq şəkildə olacaq. 3 ailəyə ərzaq paketimiz olacaq. Leyla bacımız var olsun, gözəl bacımız Bakı şəhərindən Esmira xalanın nəvəsi Nihat bala üçün gözəl isti kutka alıb göndəribdir. Gedib inşallah onu da götürüb Coşqun qardaşımız Leyla xalaya göndərdiyi pulla, yəni 100 manatla ərzaq alıb, aparıb deməli çatdıracaq Leyla xalanın ailəsinə. Sonra oradan Sum 32-lər kəndində 2 ailəyə, bir də başqa bir ailə var. Adı yadımdan çıxıb, 5 uşaqlı ailədir. Keçən ildən bizim hesabda pulu var. Qeyd edəcəm. Kebabni bizi Dəli elədik. hamının üzündən kədər yağırır. Çörək gəzib biraz da göy soğan ilik yeyək. Bədbəxtçilik deyə bax, toyda yeyə bilmirik. Ay Allaha toydan qurur. danışmayın. Amma da gəl ki, iyi vurdu, dəli olduq. Bax bazarda gözümün qabağında o vaxtı. Bax mənim o gözümün qabağında. Mən o vaxt bazarda yuppe satırdım. Xatirə bacı deyim, onu da yavaşcana qeyd eləsin kitabına da. Bir gün Xatirə bacımız vəziyyətimiz çox gərgindir. Cəsarət sən çək qoy bu əhvalatı da danışım. Qardaşın qadanı alsın. Elə demə. Hə, vəziyyətimiz çox ağırdı. Məhəlləmizdə yaz qabağıdır Xatirə bacı. Yaz qabağıdır. Aşdərə əhmişik da aşdərə bu vətdə olur. Hesabım gözü yarpaqlarını yığıb bağlayırıq. Nanə ilə aşdərədir. İnan Allaha ki bir gün axşama qədər mamam, mən, bacım, qardaşım yığırıq. Yol pulunu çıxandan sonra maşınını aparıb gətirmək. Yol pulunu çıxandan sonra ya 1 kilo qənd, ya 1 kilo çay, bir də kojik. Bəs salamda. Yəni çox vaxtda mamam gəlirdi saat gün orta 3-də. Gec gələndə bilirdik ki, mamam göyü tökdü çölə gəldi. Xəyam bilərdi. Dururduq da Pasternidə kəndin başındakı Arışdım. Nədir Nərgiz? Heç nə qardaş, heç nə. Çəkiliş gedirdi. Nəfərət Söz vacibdirsə. soruşdurdum, onun üçün. Çəkiliş gedirdi də Nərgiz. Onu sonra da soruşa bilərdim. Hə. Gedirdik, dururduq kəndin başındakı mamam gələndə zəmbilləri götürək. Amma çox vaxtda yaz qabağa getmirdi. Nə gölgü artıq, xəyam bilir.
Nəysə, uzun sözün qısası, sözümün canı var. Bir gün bax məhəllədə səhər saat 10-11 olar. Yay vaxtıdır. Yazın yəni sən də qutarana vaxtıdır, yayın gələn vaxtıdır. Biz onu bilirəm ki, yəni hava istidir. Qolu açıqda cəmaət gəzir. Bir gün bax belə məhəllədə göy yığdınız dedim mama, qoy mən gedim bazara, ağlıma bir şey gəlir. Onu eləyim, qəşəng pul qazanacağam. Dedim nədir? Dedim gedib bazarda yuppi satacağam. Göy bazarında, mal bazarında. O vaxtı Bərdanın o bazar o pişi bir yerdə olan. Köhnə bazar. Kam o böyük. Yarmarkan vaxtında. Dolu. 6 saat bazar çıxmaq olmur. Yarmarkan vaxtında. Yalan olmasın bəlkə də 10.000 yerdə nəsə satılırdı. 10.000 yerdə. Nəysə. Getdim Qamarxalıda görmüşdüm ki, ağ 5 litrlik kapron kanistir var. 5 litr. Nəysə Qamarxalı dedim ki, Qamarxalı bu kanistirini verə bilərsən, su gətirməyə gedim. Nəysə atan gəldi, Dərvazana. Nəysə Qamarxalı kanistiri verdi. Amma səhv eləmirəmsə mamamla bir Məmməd pul aldım. Yol pulu da bir Nizam idi. O vaxtda avtobus. Yadımdadır, yadımdadır. Sarı avtobus. bir oxşuyar. O avtobusda. Nəysə gəldim. Bazarın içində görmüşdüm satılan yeri. Bazarın bu dəqiqədə həmən topdan satış işləyir. İçindən keçir gedirsə nə xəyal. Tamam. Nəysə Yuppinin biri bir Nizami idi. Bir Nizami. Bir Məmməd verdim, bir Məmməd verdim. 2 dənə Yuppini aldım, 2 Yuppini. Deməli tökdüm 5 litrlik baçoka çaylaqdan da çaylağın da xəyam o körpü vardı. İkinci körpünün yanına belə bir su durbası gedirdi. Salam. Orada bir krant qoymuşdular cəmaət su dolsun deyə. Buz kimi su idi. Davleyna ilə gedirdi. Sökəkdə. Yolun dəmir durbada. Nəysə bu kanistiri deməli bir dənə də evdən kapron quruşqa. Bax elə bir bundan bir balaca yekə olardı. Bir dənə də kapron quruşqanı götürdüm. Getdim həmən bu 2 dənə yuppini hələ sirtdəndir. Qurana and olsun. Qırmızı yuppi. Qız qalasına verirdin. 250 manata. 2 stəkanı bir Nizami. Nəysə bu yuppinin 2 dənəsini, yəni bir Məmmədlik yuppini tökdüm kanistira 5 litri. Birinci özüm içdim, gördüm çox da şirindir. Çox da şirindir, amma xoş şirindir, nə? Yanını söndürən. Başladım. Bax, and olsun Allahın adına. Yəni birdən 2 ay su satmamışam, pirəşki satmamışam. Başladım sərin su. Allah nəyin adıdır heç deyim ki, bəlkə də heç bir 500 metr gəlmədim də. Elə bazarın bəri başına girəndən heç kimdə yoxdur. Bərdə bazarında elə şey yoxdur. Var, su satanlar var. Amma aparatda. Amma o da bir Nizami idi. Mən elə bir onu yarı qiymədən satırdım. Deməli, heç kim əlində kanistir su satmır. O da lup idi, dana? Yox idi, nəysə, neçədir? 250 manat. Ver, birini içən birində. Deyirəm də, çox şirin deyildi. Nəysə, bu heç 10 dəqiqə çəkmədi, 10-15 dəqiqə. Bazarda, belədə parmaq basmağa yer. O bazar eyləydi. O vaxt, o bazar eyləydi. Nəysə, Allahın adı haqqı, bu yox bir qardaş. Satdım aya, cibim doldu pulla. Bir kanistr, bir Məmməd mayası var. Da hesabını götürdə, istəkanda 250 qramlıq istəkandır. Yəni 4'ünü tökürsən xəyəm, sən hesabla. 4'ü 1 litr. 4 istəkanın quruşqan 1 litr. Deməli, 4'ü bir Məmməd idi. 1 litr bir Məmməd. 5 Məmməd. Qız qalasına satmısan da. Düz deyir də xəyəm. Deməli, bir kanistrdən 5 Məmməd pul çıxardırdım. Elə də bir kanistr 5 Məmməd pul çıxardır. 5 litr kanistr, mayası da 1 Məmməd. Nə işte, sevinliyim mən ölürəm. Getdim həmən dükana yenə. Pul var idi onda. Yenə getdim həmən dükandan 2 dənə yuppi, qaçdım, gəldim, kanistri doldurdum. Nəysə, birinci günü həmi ürəyim partlayır ki, evə gedir. Ki, belə pul qazanmışım. Amma da yanında alver var da, saat 6'ya qədər də qalsan alver var. Nəysə bir yalan olmasın, bir 5 kanistr yuppini satdım, pulu sayıram. 2 dəqiqədən bir pulu sayıram. Sevincək. Ürəyim partlayır sevindiğimə. Onda lüllə kebab satırdı, değil mi? İndi onu deyəcəm, sözümün canını nə deyirəm. Nəysə, gözəl izləyicilər, bu pulu satdım, birinci günüydü. Gəldim,
evə heç 2 saat, bəlkə də 3 saat çəkməz idi. Sevinə gəldim evə, mamam. Yanı dedim, mama görsən, çıxartdım cibimdən bilmirəm neçə Məmməd izlər, hə, kanistri 5 varsa 4-5 kanistr rahat satmışam, 4-5 kanistr. Ay, nəysə mamam o üzümdən öpdü, bu üzümdən öpdü. İndi deyirəm mama, qayıdıram bazara. Saat, bəlkə də gün orta. Həvəsə gəlmisən. Mamam deyir, yox, bu gün getmə, sabah get. Nəysə bir axşama kimi işləyirdi. Hə, neçə ay yay boyda, yəni bir yay işlədim. 24 saat işləyir. Hə, bir yay bütöv işlədim. İndi sözü nəyə gedir? Lülə kebabdan, kebab yeyindən söhbət düşür. Deməli, o bazarda bir dənə bir saqqallı, bığlı bir arıq çələmsiz bir kişi, sizin də görmüş olarsınız. Orada kebab pişirdi, lülə kebab. Elə bir adı lülə kebab idi də. Yəni ətdən başqa içində hər şey vardı. Bir dəfə də gözümün qabağında eşşək əti ilə pişirdi. Mən ölüm. Vay. Bunu canına eşşək kəsmişdilər, eşşək. O vaxtı da, o vaxtı kim idi? Əllərində satırdılar. Su qiymətini eşşəkdir. Aldı həmən eşşəklərin bir dənə budunu. Eşşəyin budunu. Çünki səhər burada lülə kebab pişirir. Getdilər, nağdı. Bu alıb neynəyəcək? İndi sözü nəyə gətirirəm? Özüm bilirəm ki, bunu pişirdiyi bu lülə kebab nağdı yönnətdən deyil də. Yəni kebabın şişi 3 Məmməd idi. Bu satırdı bir şişin 1 Məmmədə. Stalovoyda 3 Məmməd idi. Bu satırdı 1 Məmmədə. Çörəyin arasında soğan şişi də doldurdu. Qardaş, nə olsun? Gündə bunu yalan olmasın 6 dənə lülə kebabımı yeyir. Özdə yəyəndə bilirdim ki, bunun içində eşşək əti var. Amma yeyirdim. İndi xəyam kişi sözümün canı nədir? İyi, kebabın iyi. Hə, kebabın iyi məni vadar eləyirdi. Bilirdim ki, bu eşşək ətidir. Bu eşşək ətidir, amma da onunla yeyirdim. Motor da çək. Nəysə, gözəl izləyicilər, gözəl qardaşlar, gözəl bacılar, çəkilişimizi yekunlaşdırdıq. Allahın salamı olsun hamınıza, bu videonu izləyən qardaşlara, bacılara. Amin. Allah sizləri həmişə var eləsin. Amin. Amin inşallah. O qədər ağırdı, çörəyə görə əyilmək. O qədər pisdir. Çox pisdir. Çox pisdir. Adamı diri sındırırlar. Çörəyə görə əyilmiyor, mənim istəmirəm, çörək də istəmirəm. Yaxşı olur ya, abi. Özünü panikaya salma qadanamam. Artıq yaşaya da bilmirəm. Övrəşə bilmirəm. Səbirli ol, başınıza dönürəm. Qoy mən buradan yol gedəcəm, biraz toxtaq gedim, sükan ataq. Heç kim qapımı açmır. Açacaq biz. Heç kəsim yoxdur. Qadanamam. Məni tariyanla calan ona bir-iki sənə sözüm var. Yaxşı qadanamam, yaxşı əmi. Yəni belli evdir, 3 otaqlı, 1 zal, 2 yataq otağı, qoxunusu, qazı, suyu. Yəni ürəklər istəyir qurban doyub onlara. Allah ürəyinə görə versin. Allah ürəyinə görə versin. Allah sizi qorusun. Qardaşıma da Allah şəfa versin. Yaxşılar və kimi sağlar. Erişən sənin yanındadır. Erişən deməklər hamısı sənin yanındadır. Allah erişəni bu milletin üstündən əksi eləməsin. İlahidə marqındır. Elə bir dənə qardaş qazanmış. Qadan alaram. Sağ ol, Qniyaz əmi. Əllərindən öpürəm. Başına dönərəm. Sağ ol, mən səni qadan Sən bu cəmaatı belə şax tutursan, Allah səni həmişə şax tutsun, Erşən. Balaların xoşbəxt olsun. Cümləmizdən. Sağ ol, öpürəm. Sağ ol əmi, mən də öpürəm. Mən buradayım, qurban. Oldu canım, qadan alım. Baş üstə əmican, baş üstə, qadan alım, baş üstə.
Var ol qadınım. Güllünə əllərlə öpürəm səni kimi Sağ ol olur böyüdüm. qadınım. Mən də sizin ananızın ruhu qarşısında baş əyirəm. Əllərlə öpürəm. Allah